Salam. Biologiya 8-ci sinif 2-ci hissə, bölmə 8 üçün kiçik summativ qiymətlənmə tipli suallar izahı ilə birlikdə. Birinci sualda fiziki maneə ola bilər. Bildiyiniz kimi maneələr həm fiziki, həm də kimyəvi ola bilər. Və fiziki maneə ola bilər deyəndə biz burada dərini götürəcəyik A bəndində. Çünki dəri bir fiziki maneə rolunu oynayır. Xarici mühitdən gələn mikroorqanizmlərin sağlam dəri orqanizmə buraxmasının qarşısını alır. İkinci, kimyəvi maneədir. Burada olacaqdır kimyəvi maneə mədə turşusu. Çünki artıq bilirsiniz ki, dəri fiziki maneədir. Kipriklər, qaşlar, bunlar fiziki maneələr hesab olunur. Onun üçün ikinci cavabımız olacaqdır D variantı. Üçüncü, dəri xəstəliyi ola bilər. Dəri xəstəliyi, bilirsiniz ki, qrip yuxarı tənəffüs yollarının xəstəliyi, qastrit mədə xəstəliyi, angina, boğazda badamcıqlarda iltihabın olması dəri xəstəliyi olacaqdır. Qoturluq təmas yolu ilə keçir. Əgər kimdəsə qoturluq xəstəliyi varsa, ondan əl-ələ görüşəndə sağlam insana da keçə bilər. Odur ki, üçüncü üçün D variantı cavabımız olacaqdır. Dördüncü sualda cümləni tamamla. Aktiv immunitet yarana bilər. Bildiyiniz kimi immunitet həm pasiv, həm də aktiv ola bilər. Aktiv immunitet yaranır vaksinasiya zamanı. Yəni, vaksin vurulduqdan sonra yaranan immunitet aktiv immunitet hesab olunur. Beşinci sualda bir çox ölkələrdə qanunla qadağan olunan kanserogendir. Bildiyiniz kimi, deməli, qida məhsullarını uzun müddət saxlamaq üçün, yəni yararlı müddət kimi saxlamaq üçün onun tərkibinə bax belə Y1, Y2 və görürsünüz nöqtələr qoymuşam. Nöqtələrin yerinə hansı rəqəmlər yazılmalıdır? Bir çox ölkələrdə qanunla qadağan olan kanserogen nöqtənin yerinə, yəni burada 1 varsa 123, burada isə 121 kimi qeyd olunmalıdır ki, o bir çox ölkələrdə qadağan olunubdur. 6-cı sual, daimi stres nələrə gətirib çıxarır? Bildiyiniz kimi, daimi stres baş gicəllənmə, əsəbilik, unutqanlıq, diqqət pozğunluğu, depressiya, yuxusuzluq, iştahanın etməsi və pis vərdişlərə gətirib çıxarır. Bax, burada istədiyinizi qeyd eləyə bilərsiniz. Ataksiya nədir? Ataksiya, deməli, burada verilibdir müddəalar. A-da əzələ tonusunun pozulması, qanın oksigen daşmasının azalması, yaddaş pozğunluğu, xroniki yorğunluq, ataksiya A variantı cavabımız olacaqdır. Əzələ tonusunun pozulması. 8-ci sual, karbon dövriyyəsini tənzimləyən hansı prosesdir? Yəni, burada xətt qoyulubdur, onun yerinə prosesi yazmalıyıq. Karbon dövriyyəsini tənzimləyən bildiyiniz kimi fotosintez prosesidir. 9-cu sualda nitrifikasiya bakteriyaları tərəfindən həyata keçirilən prosesdir. Bildiyiniz kimi atmosferdə 78% azot mövcuddur, amma atmosferdə mövcud olan azot canlılar tərəfindən mənimsənilə bilmir. Onu da artıq bilirsiniz ki, azot aminturşularının hazırlanması üçün lazımlı bir elementdir. Bunda azot dövriyyəsini həyata keçirmək üçün adətən nitrifikasiya bakteriyaları yardımçı rolunu oynayır. Torpaqda nitratların artmasına köməklik göstərir. Bu iki mərhələdə həyata keçir. Burada mərhələlər verilibdir. Birinci mərhələdə ammoniakın nitritə çevrilməsi, ikinci mərhələdə isə nitritlərin nitratlara çevrilməsi prosesini həyata keçirir. Odur ki, nitrifikasiya bakteriyaları xeyirli bakteriyalar hesab olunur. Kimya kursundan bildiyiniz kimi bütün nitratlar, yəni nitrat turşusunun duzları suda həll olaraq ionlar şəklində ayrılır və həmin
ammonim ionları, yəni turşu qalıqının ionları nitratların tərkibindən ayrılaraq onlar suda həll olunmuş şəkildə bitkilərə daxil olur çeş vasitəsilə və beləliklə amin turşunun sintezində onlar iştirak etmiş olurlar. Odur ki, nitrifikasiya bakteriyaları xeyirli bakteriyalar hesab olunur. Qeyd elədim ki, birinci mərhələ ammoniakın nitritə çevrilməsi, ikinci mərhələ isə nitritlərin nitrata çevrilməsi prosesidir. 10-cu suala düzgün qidalanmamağın nəticəsində yaranan xəstəlikdir. Adətən qida maddələrindən düzgün istifadə etməyəndə və yaxud gündəlik tələbata uyğun olmayan, yəni zülallardır, yağlardır, karbohidratlardır, gündəlik minimum qəbul olunma normaları mövcuddur. Ona deməli riayət etmədikdə orqanizmdə xəstəlik yarana bilir. Göy öskürəyin törədiciləri mikroblardır, malariyanın törədicisi deməli, malariya törədiciləri plazmodiumdur, qızılcanın da törədicisi həmçinin düzgün qidalanmamağın nəticəsində yaranan xəstəlik distrofiya olacaqdır. Adətən bu distrofiya xəstəliyi gündəlik qidanın tərkibində zülal maddəsinin azlığı ilə əlaqədar olaraq yaranan xəstəlikdir. Axıra qədər baxın, axırda isə düzgün cavablar həm də burada mən qeyd etmişəm cavablarda 1, 2, 3 və yaxud beləliklə bütün 10 dənə sualın cavabları doğru olaraq burada da verilibdir. Ona görə tələsmədən axıra qədər səhifəni izləməyə davam edin. Bu qədər. Sağ olun.